Gəlin birlikdə mükəmməl rəhbər olmağın sirlərini açaq. Bu izahımızda biz güclü ideyaları götürüb onları hamımızın tətbiq edə biləcəyi sadə, aydın addımlara çevirəcəyik. Hazırsınız? Başlayaq. Bir anlıq dayanıb bu sözün dərinliyinə varaq. Mükəmməl bir rəhbər sadəcə işləri idarə eləmir, yox, o elə bir təsir bağışlayır ki, ömür boyu yadda qalır. Yaxşı, bəs onlar bunu necə bacarır? Bəs bunun sirri nədədir? Əslində, hər şey çox sadə bir şeydən, insani bir toxunuşdan başlayır. Gəlin, cənab Godfrey adlı gənc bir işçinin hekayəsinə baxaq. Təsəvvür edin, 24 yaşında bir gənc yeni işə başlayıb, cəmi 5 həftədir orada və birdən şirkətin məşhur sədri, cənab Hart, gəlib ona yaxınlaşır. Amma cənab Hart heç də satış planlarından ya da son tarixlərdən danışmır. O, tamamilə fərqli bir şeydən, şirkətin ruhundan bəhs edir. Və deyir ki, biz yalnız ən yaxşıları işə götürürük. Hellblainə xoş gəlmisiniz. Bax, bu qısa cümlə ilk və ən vacib prinsipi mükəmməl şəkildə göstərir. Əla rəhbər öz işçilərinə elə ilk gündən seçilmiş və çox dəyərli olduqlarını hiss etdirir. Yaxşı, bəs bu dəyər hissini bütün komandaya necə yaya bilərik? Hər şey, əlbəttə ki, düzgün komandanı qurmaqla başlayır. Çünki insanlara dəyərli olduqlarını hiss etdirmək onların ilk iş günündən əslində çox əvvəl başlayan bir prosesdir. Hər bir liderin yəqin ki, izləşdiyi ən çətin məsələlərdən biri də budur. Yavaş-yavaş işə götürmək, amma lazım gələndə sürətlə yolları ayırmaq. Bax, bu balansı tapmaq həqiqətən də uğurun əsas açarıdır. Məsələ tələsmək deyil, əksinə çox düşünülmüş addım atmaqdır. Çünki əsas məqsəd nədir? Kitabda deyildiyi kimi A kateqoriyalı, yəni ən yaxşı oyunçulardan ibarət bir komanda yığmaq. Mükəmməl bir rəhbər çox yaxşı bilir ki, onun əsas işi məhz bu A kateqoriyalı istedadları komandaya gətirmək və sonra da onların qarşısındakı bütün əngəlləri qaldırmaqdır. Vəssalam. Belə, artıq A komandanız var. İndi onlara necə liderlik edəcəksiniz? Cavab, inanın ki, düşündüyünüzdən daha sadədir. Unutmayın, sizin komandanız nə dediyinizi dinləmir. Yox, onlar sizin nə etdiyinizi izləyir. Liderlik sadəcə bir vəzifə deyil, bu bir hərəkətdir, bir nümunədir. Hər şey sanki bir domino effekti kimidir. Məsələn, əgər rəhbər iclaslara həmişə gecikirsə, nə baş verir? Dəqiqlik bütün komanda üçün əhəmiyyətini itirir, adi bir seçimə çevrilir. Sizin tək bir hərəkətiniz bütün standartları təyin edir. Amma təbii ki, bunun əksi də doğrudur. Əgər rəhbər hər bir müştəriyə böyük nəzakətlə, hörmətlə yanaşırsa, o zaman bütün komanda əla xidmətin əslində nə demək olduğunu görür və bu davranışı təkrarlamağa başlayır. Deməli, əsl rəhbər əmirlərlə yox, öz şəxsi nümunəsi ilə yol göstərir. Sizin davranışınız innovasiyadan tutmuş, risk almaqdan keçmiş, adi nəzakət qaydalarına qədər hər şey üçün bir meyar rolunu oynayır. Lakin liderlik həmişə ilham verməkdən ibarət deyil. Elə deyilmi? Bəzən ən çətin anları, ən ağır söhbətləri ləyaqətlə idarə etmək lazımdır. Düşünün, bir şirkət prezidenti performansı getdikcə zəifləyən, amma hamının sevib hörmət etdiyi, çox təcrübəli bir vitse-prezidenti Zenki işdən çıxarmalıdır. Yaxşı, bu söhbəti həmin insanın ləyaqətini alçaltmadan necə etmək olar? Prezident ona deyir, Zeng, əgər Məhəmməd Əli son bir neçə döyüşünə çıxmasaydı, bəlkə də bugün daha sağlam olardı. Və ya Babe Ruth o son mövsümü oynamasaydı, karyerasının zirvəsində təqaüdə çıxmış olardı. Görürsünüz, o, bu çətin qərarı bir uğursuzluq kimi yox, böyük bir irsi qorumağın yolu kimi təqdim edir. Bəs Zengin cavabı nə olur? Heç kim məni bu qədər nəzakətli şəkildə işdən çıxarmamışdı. Bax, bu çox aydın göstərir ki, ən çətin söhbətlər əslində sizin insanlara nə qədər hörmət etdiyinizin bir sınağıdır. Buradan çıxan dərs nədir? İnsanlarla həmişə elə davranın ki, özünüzə qarşı da eyni davranışı arzulayardınız. Deməli, əsas məsələ budur ki, nəyi necə etdiyiniz ən az nə etdiyiniz qədər vacibdir. Və bu da bizi sonuncu, amma bəlkə də ən vacib məqama gətirir. Komandanızı gücləndirərək onların özlərinin bir liderə çevrilməsinə şərait yaratmaq. Sizcə bir rəhbərin işlədə biləcəyi ən güclü 6 söz hansıdır? Yəqin ağlınıza irəli, komanda ya da hədəflərə çatmalıyıq kimi ifadələr gəlir. Amma cavab bu deyil.
Ən güclü ifadə budur. Mən bilmirəm. Bəs siz nə düşünürsünüz? İlk baxışda çox sadə görünür, elə deyilmi? Amma bu cümlə bütün dinamikanı dəyişir. Sizi əmr verən rəhbərdən liderlər yetişdirən bir liderə çevirir. Yaxşı, bəs bu ifadə niyə bu qədər güclüdür? Çünki bu, komandanızın təcrübəsinə güvəndiyinizi və onlara hörmət etdiyinizi göstərir. Onları tənqidi düşünməyə və problemləri özlərinin həll etməsinə sövq edir. Bu, onların özünə inamını artırır. Və ən əsası, sizin hər şeyi bilmədiyinizi göstərir və əsl komanda işini, əməkdaşlığı təşviq edir. İndi bir anlıq düşünün. Bu izahda danışdığımız prinsiplərdən hansı biri sizin komandanızda ən böyük, ən müsbət dəyişikliyə səbəb ola bilər? İstər işə qəbul metodunuzu dəyişmək olsun, istər öz nümunənizlə liderlik etmək, istərsə də komandanıza daha çox səlahiyyət vermək. Unutmayın, mükəmməl rəhbər olmaq yolu tək bir, amma düşünülmüş bir dəyişikliklə başlayır.